Salam dostlar. Bugündən etibarən hər gün bir Azərbaycan dil testini izah eləyəcəm və siz də videonu dayandıraraq əvvəlcə testin cavabını tapa, daha sonra isə izahla cavabınızı qarşılaşdıra bilərsiniz. Gəlin testə baxaq. Deyir ki, hansı cümlədə sifət ismi ait şəkilçi qəbul etmədən isimləşib? Yəni ismin sualına cavab verir. Heç bir ismi ait qrammatik şəkilçi qəbul etmədən. Gəlin variantlara baxaq. A variantında bədbin hər kəsi özü kimi sanar deyir. Burada sifət hansıdır? Bədbin. Özü kimi sanar. Kim? Bədbin. Kimi? Hər kəsi. Burada bədbin sifət olmasına baxmayaraq ismin sualına cavab verir. Və bədbində hər hansı bir qrammatik isim şəkilçisi görürsünüz? Xeyr. Deməli elə bizim cavabımız da A variantı olacaq. Çünki heç bir ismi ait şəkilçi qəbul etmədən ismin sualına cavab verdi sifət. B-yə baxaq. Deyir ki, pisə sahib olmaqdansa yaxşını gözləmək lazımdır. Burada ismi sualına cavab verəcək sifətlər. Kimə sahib olmaqdansa pisə. Kimi gözləmək yaxşıdır? Yaxşını. Amma burada hər iki sifət ismə aid qrammatik şəkilçi qəbul edib. Pisə yön yanlış şəkilçisini, yaxşını isə təsir yanlış şəkilçisini. Bizdə isə istəyir ki, ismə aid şəkilçi qəbul etmədən isimləşsin. Ona görə də B variantını biz götürə bilmərik. C-yə baxaq. Deyir, birincilər hər zaman öndə olmaq istəyirlər. Burada ümumiyyətlə sifət yoxdur. Ona görə C-ni də çıxırıq. D-yə baxaq. Deyir, siz kiçik yardımı heç vaxt unutmayın. Unutmayın, nəyi unutmayın? Yardımı. Hansı yardımı? Kiçik yardımı. Burada ümumiyyətlə sifət kiçikdir bir dənə. O da ki, ismin yox, sifətin ilə sualına cavab verir. Deməli, isimləşməyib. Ona görə D-ni də götürə bilmərik. E-yə baxaq. Deyir, yersiz zarafatlar kədərli sonluqla bitir. Hansı zarafatlar? Yersiz zarafatlar. Necə sonluqla? Kədərli sonluqla. Deməli, həm kədərli sözü, həm də yersiz sözü ikisi də sifətin sualına cavab verdi. Yəni, hər iki söz, hər iki sifət isimləşməyib. Ona görə Y də bizim cavabımız ola bilməz. Deməli, cavabımız A variantı olacaq və digər variantların da niyə olmadığını izah etdim. Bu qədər idi dostlar. Siz də öz cavabınızla üst-üstə düşüb düşmədiyini şərhlərdə qeyd edə bilərsiniz. Həmçinin bu kimi izahların ardına baxmaq üçün kanala abunə olmağı və bildirişləri açıq qoymağı unutmayın.